Gəlin bir anlıq dayanıq düşünək. Bəlkə də uğura gedən yol bizim ən qaranlıq, ən çox qaçdığımız xüsusiyyətlərimizdən keçir. Bu ilk baxışda təxribatçı səslənir, elə deyilmi? Amma bugün Bill, Dr. Kevin Dutton'un Psixopatların Müdrikliyi adlı kitabındakı məhz bu radikal ideyanı dərindən araşdıracağıq. Bir saniye pauza verip bu sual hakkında düşünün. Cevabınız nedir? Bu klasik tapmacanın psikopatik cevabı belədir. Qadın ümid edir ki, o sirli kişi bacısının dəfninə də gələcək. Baxın, bu cavabda heç bir emosiya yoxdur. Yalnız soyuq, amansız bir məqsəd yönlülük var. Və bu məntiq bizi birbaşa bugünkü mövzumuzun ürəyinə aparır. Bəli, bu Dr. Kevin Dutton'un kitabının tam mərkəzində dayanan, ilk baxışda ağlasığmaz görünən bir iddiadır. Onun fikrincə, bəlkə də biz psixopatiya deyilən bu fenomenə illərdir ki, tamamilə yanlış tərəfdən baxırıq. Yaxşı, bəs bu cəsarətli, hətta bəziləri üçün mübahisəli nəzəriyyənin arxasında kim dayanır? Bu şəxs Oxford Universitetinin tədqiqatçı psixoloqu Dr. Kevin Dutton'da. O, bütün karyerasını, demək olar ki, insan beyninin qaranlıq dəhlizlərini və xüsusilə də psixopatların dünyanı bizdən necə fərqli gördüyünü anlamağa həsr edib. Derrita'nın bütün fəlsəfəsini əslində bu bir cümlə ilə xülasə etmək olar. O deyir ki, psixopatiya ya var, ya yox, kimi bir şey deyil. Bu bir spektrdir və bu spektrdakı bəzi xüsusiyyətləri əgər düzgün dozada istifadə etsək, onlar bizim üçün zəhər yox, dərman ola bilər. Bu ideyanı daha yaxşı başa düşmək üçün onun səs mikseri bənzətməsi məncə möhtəşəmdir. Təsəvvür edin ki, qarşınızda bir səs mikseri var. Düymələrdən biri qorxusuzluq, digəri fokuslanma, o biri isə cazibədir. Siz bu düymələri vəziyyətə uyğun olaraq biraz qaldırırsınız, eyni zamanda aqressiya və impulsivlik kimi düymələri aşağıda saxlayırsınız. Nəticədə nə alınır? Dutton'a görə super effektiv, yüksək funksiyonallı bir fərd. Və budur Dutton'ın 7 ölümcül qələbə adlandırdığı o düymələr. İlk baxışda bu siyahı ilə deyilmi? Biraz qorxuducu səslənir, amma gəlin etiraf edək. Kim istəməz ki, təzyiq altında daha soyuqqanlı, daha fokuslanmış və ya daha qorxusuz olsun? İndi isə bu nəzəriyyənin real həyatda necə işlədiyinə baxaq. Təsəvvür edin ki, bir beyin cərrahı əməliyyat zamanı həddindən artıq həyəcanlanır və ya bir xüsusi təyinatlı kritik anda qorxudan donub qalır. Dutton deyir ki, məhz bu cür peşələrdə emosiyaları kənarda saxlamaq bacarığı bir zəiflik deyil, əksinə ən böyük gücdür. Baxın, bu sözlər birbaşa cəbhə xəttindən, yəni əməliyyat masasından gəlir. Bu sitat Dutton'ın nəzəriyyəsinin canlı bir sübutu kimidir. Emosiyaları kənara qoymaq bir bacarıq, bir üstünlük kimi təqdim olunur. Amma bu hekayənin yalnız bir tərəfidir. İndi isə gəlin medalı o biri üzünə çevirək. Çünki bu fikirlərə qarşı çıxanlar var və onların argumentləri deməliyəm ki, olduqca güclüdür. Və bu mübarizənin digər küncündə Dr. Martha Stout dayanır. O, ömrünün 10 illərini məhz bu pozğunluğu araşdırmağa həsr etmiş bir klinik psixoloqdur və Dutton'ın bu yaxşı psixopat ideyasını təhlükəli bir mif hesab edir. Stout'un ilk və ən kəskin zərbəsi budur. O deyir ki, sən psixopatiyanın müdrikliyindən danışırsan, amma heç kitabında psixopatiyanın nə olduğunu düzgün izah etmirsən. Bu, bir binanın bünövrəsini qoymadan onun damını ucaltmağa bənzəyir. Yaxşı, bəs bu iki nəzəriyyə arasındakı uçurumun təməlində nə dayanır? Hər şeyi dəyişən o tək, həlledici element nədir? Gəlin indi ona baxaq. Stout üçün cavab bir mənalıdır, klinikdir və heç bir müzakirəyə yer qoymur. Psixopatiya nə qorxusuzluqdur, nə də cazibə. Psixopatiya yalnız və yalnız bir şeydir. İnsanı insan edən o daxili kompasın, yəni vicdanın tamamilə 100% olmamasıdır. Və indi gəldik Stout'un tənqidinin ən partlayıcı nöqtəsinə. O, iddia edir ki, Dutton'un psixopatiya haqqında yazdığı bütöv bir kitabda bu pozğunluğun özəyi olan vicdan kəlməsi bilirsiniz neçə dəfə işlənib? Cəmi 4 dəfə. Əgər bir problemin ürəyini görməzdən gəlirsinizsə, o problemi necə həll edə bilərsiniz? Bax, bu cədvəl bu iki dünya görüşü arasındakı dərin uçurumu möhtəşəm şəkildə göstərir. Dutton'ın qələbə adlandırdığı hər bir xüsusiyyət Stout'un gözündə əslində daha qaranlıq, daha təhlükəli bir şeyin təzahürüdür. Qorxusuzluq əslində ehtiyatsızlıqdır. Cazibə isə insanları manipulyasiya etmək üçün süni bir yağdır. Deməli, bütün məsələnin düyün nöqtəsi budur. Həmin o cərrahın əməliyyat zamanı emosiyalarını bir kənara qoyması başqa şeydir. O emosiyalara heç vaxt sahib olmamaq isə tamamilə başqa bir şey. Biri peşəkarlıqdır, intizamdır, digəri isə bir çatışmazlıq, bir boşluqdur. Yaxşı, beləliklə bir-birinə tamamilə zidd olan iki güclü argumenti dinlədik. İndi gəlin bütün bunları bir araya gətirib yekun bir nəticəyə gəlməyə çalışaq. Bütün bu müzakirə əslində gəlib bu tək, amma çox vacib suala dirənir. Biz o səs mikserindən faydalı düymələri götürüb, mikserin özünü, yəni o dəhşətli emosional boşluğu geridə qoya bilərikmi? Stout üçün bu sualın cavabı qəti və aydındır. Xeyr, mümkün deyil. O deyir ki, yaxşı psixopat deyə bir şey yoxdur, bu sadəcə bir mifdir. Stout'a görə Dutton'ın təsvir etdiyi bu yüksək funksiyalı insanlar çox vaxt psixopat yox, narsistdilər. Fərq isə odur ki, narsistlərdə empatiya az olsa da, psixopatlardan fərqli olaraq onlarda sevgi və bağlılıq hissi tamamilə məhv olmur. Və onun bütün fikrini yekunlaşdıran bu son cümlə məncə hər şeyi deyir. Stout'a görə bu içində heç bir müdriklik olmayan, sadəcə dərin və faciəli bir boşluqdur və bu boşluğu romantikləşdirmək olmaz. Beləliklə, bu təhlilin sonunda biz bir yol ayrıcında qalırıq. Bir tərəfdə uğur üçün istifadə edilə biləcək cəlbedici xüsusiyyətlər var. Digər tərəfdə isə içində heç bir vicdan olmayan dərin bir boşluq. Bəs həqiqət haradadır? Bu xüsusiyyətləri həqiqətən də onların qaranlıq özəyindən ayırmaq mümkündürmü? Bu sual üzərində düşünməyi sizə həvalə edirik.